Üçüncü göz çakrası intuisiya, daxili müdriklik və yüksək şuurun mərkəzidir. O, alın nahiyəsində yerləşir və bizə həyatın böyük mənzərəsini görməyi, hadisələrin arxasındakı hikməti anlamaqla öyrədir. Əgər həyatında tez-tez çaşqınlıq, qərarsızlıq, gələcəklə bağlı qorxu və ya öz daxili səsinə güvənməmək kimi hallarla qarşılaşırsansa, bu çox vaxt üçüncü göz çakrasının tarazsızlığı ilə bağlıdır. Reallığı yalnız maddi gözlə görmək, hər şeyin yalnız görünən tərəfinə bağlanmaq və daxili səsi eşitməmək bu mərkəzin zəif işlədiyinin əlamətidir. Üçüncü göz çakrası açıldığında, daxili səsini daha aydın eşidərsən və ona güvənərsən. İntuisiyan güclənər. Hadisələrin böyük mənzərəsini görürsən və dərindən anlayırsan. Həyatın mənasını və məqsədini dərk edirsən. Öz ali gerçəyinlə və yaradılışın hikməti ilə uyğunluq içində yaşayırsan. Bu təlqinlər sənə daxili müdrikliyini oyatmaqda, intuisiya gücünü artırmaqda və həyat yolunu daha aydın görməkdə kömək edəcək. İndi isə təkrarla. Mən müdrik, intuisiyalı və daxili rəhbərliyimlə bilirəm və ona güvənirəm. Həyat təcrübələrimdən ən ali şəkildə öyrənməyi bacarıram. Mən Yaradanın hikmətinə bağlıyam. İlahi həyat məqsədimi görməyi seçirəm. Həyat məqsədimə uyğun hərəkət etməyi bilirəm. Həyatım asanlıqla məqsədimə doğru axır. Mənim təsəvvürümdə canlı və güclü bir xəyal gücü var. Mən ruhumu bəsləməyi bacarıram. Ruhumun ehtiyacları ilə uyğunluq içindəyəm. Yüksək mənliyimlə uyğunluq içində yaşamağı bacarıram. Mən ən yüksək xeyrin və möcüzənin ortaya çıxacağına güvənirəm. Daxili hikmətimə toxunmağı bilirəm. Daxili hikmətim məni ən ali xeyrə aparır. Mən həyatın böyük mənzərəsini görməyi və anlamağı seçirəm. İndiki anda qalmağı və yaşamağı bilirəm. Öz gerçəyimi görürəm və onun məsuliyyətini qəbul edirəm. Daxili rəhbərliyimə və hikmətimə açıq oluram. Kainatın hikməti ilə uyğunluq içindəyəm. Ürəyimdəki sevgini kimə və nəyə qarşı sevgi hiss etdiyimi, bu sevginin məni hara aparmaq istədiyini aydın hiss edir və həmin yoldan gedirəm. Mən hər kəsdəki işığı görə bilirəm. Anlayışlı və intuisiyalıyam. Öz daxili işığımı şərəfləndirməyi bacarıram. Ruhsal yolumu qəbul edirəm. Mən zehin, bədən balansı ilə gündəlik həyatımı yaşamağın necə bir hiss olduğunu bilirəm. Fərqindəliyim gündən-günə artır. Mən ali mənliyimlə uyğunluqla yaşamağın necə bir hiss olduğunu bilirəm. Yaradanın verdiyi intuisiya hədiyyəsinə açıq olmağı bacarıram. Mən güclü bir intuisiya sahibiyəm. Yaradıcı xəyal gücüm var və bütün baxış bucaqlarını görə bilirəm. Bütün hadisələri və insanları Yaradanın baxış bucağı ilə görə bilirəm. Həyatımın hər sahəsində daxili rəhbərliyimə güvənirəm. Hər gün intuisiya səsimi dinləyirəm.
Mən intuisiya qabiliyyətlərimə açıq olmağı seçirəm. Bu qabiliyyətləri ən ali xeyir üçün istifadə etməyi bacarıram. Öz yoluma və həyat məqsədimə bağlı olmağı seçirəm. Sonsuz imkanlara sahib olduğumu bilirəm. Ruhumu bəsləməyi bacarıram. Keçmişi bağışlamağı bilirəm. Mən hər şeyin yolunda olduğunu görürəm. Daxili hikmətimin səsini asanlıqla eşidirəm. Ehtiyacım olan bütün cavablar mənim içimdədir. Mən aldığım rəhbərliyə güvənməyi seçirəm. Mənim ehtiyacım olan bütün cavablar içimdədir. Mən intuisiya gücümü istifadə edirəm. Üçüncü gözümün rəhbərliyini dinləmək təhlükəsizdir. Hər günümü həyat məqsədimə uyğun yaşamağı seçirəm. Hər vəziyyətdəki hikməti və rəhbərliyi görə bilirəm. Sevinç və xoşbəxtlik qabiliyyətim sonsuzdur. Özümü yeni insanlara, yerlərə və təcrübələrə açmağı bilirəm. Öz gerçəyimin işığında yaşamağı bilirəm. Öz bildiklərimi qəbul edirəm. Mən Yaradanın nuru, sevgisi və lütfi ilə doluyam. Mən ali xeyrimin və ən böyük sevincimin ortaya çıxmasına icazə verirəm. Qarşıma çıxan hər vəziyyət inkişaf və şəfa üçün bir fürsətdir. Mən ali mənliyimin işığında yaşamağı bilirəm. Hər vəziyyətdəki hikməti və rəhbərliyi görə bilirəm. Başqalarındakı ən yaxşı tərəfi görə bilirəm. Mən özümün ən yaxşı tərəfini görə bilirəm. Daxili hikmətimə çatarkən, dünyamda hər şeyin yolunda olduğunu bilirəm. Daxili rəhbərliyimlə daim əlaqədəyəm. Həyat təcrübələrimi anlamağı və onlardan dərs götürməyi bilirəm. Özümü sevir və qəbul edirəm. Mənim dünyamda hər şey qaydasındadır. Mən kainatın hikmətinə bağlıyam və ilham, sevinc, xoşbəxtliyə açığam. Mənim həyatım asanlıqla axır və mən sülh içindəyəm.